Devlet İmtihan Merkezi 2025. yıl coğrafyadan test toplusu ikinci hissede biyosfer, biyoihtiyatların yer küresinde paylanması mevzusunda 183 test var. İlk 100 testin təhlilini kanalda yerleştirmişim. Burada 101'den 140'a təhlil olacak. Ardı ise yakın günlerde yeni kanalda olacak. Təbii zonlara uyğun gələn əraziləri müəyyən apkamati içində rəqəmləri veriblər və aşağıda da birincisi rütubətli həmişəşil meşələr. Rütubətli həmişəşil meşələr Qibniyə körpəzi sahili Kongo çayı hövzəsinə ait edir. Buradakı rəqəm 3'dir. Yəni birinciyə gəlir 3. İkincisi savanna və seyrək meşələr. Savanna seyrək meşələr rütubətli ekvatorial meşələri həm şimaldan, həm cənubdan əhatə edir. Bu rəqəm 2'dir. Ekvatorial meşələri həm şimaldan, həm də cənubdan edir. Yəni savanna seyrək meşələr 2 ilə göstərilib. Üçüncü tropik səhra yarımçayırlar. Tropik səhra yarımçayırlar şimal gümrüsü savannanın şimalında, cənub gümrüsü savannanın cənubunda. Yəni bu ədəd 4'dir. Kalahar səhrası, Namib səhrasının yerində yazıblar 4. Yəni, tropik üçüncüyə gələcək 4. Coğrafyalı həmişəşil meşə korlar subtropik iqlim qurşağındadır. Subtropik iqlim qurşağında Afrikada şimal Aral dənizi sahil boyunu və Cənubi Afrikanın cənub hissəsinə ait edir. Burada olan ədəddə 1'dir. Yuxarıda Libyanın ərazisində yazıblar. 4-cüyə gələcək 1. Deməli, belə bir cavab alındı. 1-ciyə 3, 2-ciyə 2, 3-cüyə 4, 4-cüyə 1 cavab oldu B bəndində. Xəritə sxeməsindən A məntəqəsindən B məntəqəsinə hərəkət edən səyahətçinin ardıcıl olaraq hansı təbii zonlardan keçəcəyini müəyyən edin. Deməli, A Qibniyə körpəzi sahilindədir, B də Namib səhrasındadır. Deməli, başlayacaq elə rütubətli ekvatorial meşələrdən, rütubətli ekvatorial meşələrdən keçəcək savannaya, rütubətli meşələr sonra savanna, savannalardan sonra keçəcək səhraya. Deməli, bu cavab axtaracaq. A'da coğrafyalı meşələrdən başlayır, A olmaz. B'də rütubətli ekvatorial meşələr, sonra savannalar, coğrafyalı meşəkorluqda, coğrafyalı meşəkorluq yox burada. Səhra olmalıdır. C bəndə savanna ilə başlayır, olmaz. D bəndə rütubətli ekvatorial meşələrdən sonra savanna, sonra səhra yarımçayırlar veriblər. D cavabı düzgün cavabdır. Mərkəz Asiya səhralarını Cənubi Asiyanın savanna və dəyişkən rütubətli meşələrindən ayıran dağ silsiləsi Mərkəz Asiyada səhralarla Cənubi Asiya savanna və dəyişkən rütubətli meşələr arasında yaranan dağlar Tian Shan, Elburz ola bilməz, Verxans ola bilməz. Verxans Sibirdənin Himalay Hindukuş dağlarının şimal tərəfi Mərkəz Asiya səhralarıdır. Cənub tərəfi isə deməli Cənubi Asiyanın savanna seyrək meşələri, həmçinin dəyişkən rütubətli meşələrdə cavab oldu C bəndi. Avrasiyada şimaldan cənuba doğru meşə zonasının çöl ilə əvəz olunmasının səbəbi günəş şüalı düşmə bucağının azalması, cənuba getcək günəş şüalı düşmə bucağı azalma əksdən böyüyür. Relyefin mürəkkəbləşimi deyil, səbəb qışın daha sərt keçməsi, qış daha sərt deyil. Torpaqların daha məhsuldar olması səbəb deyil, bu nəticə ola bilər. Rütubətliyin azalması meşədən yavaş-yavaş çölə keçməyimizə səbəb olur, cavab olur rütubətliyin azalması. Qərbi Avropanın təbiətinə aid olan xüsusiyyətləri müəyyən edin. Enliyarpalı meşə zonası geniş yayılmışdır. Doğrudur, Qərbi Avropada enliyarpalı meşələr geniş yayılıb. Antrojen landşaftlar geniş yayılmışdır. Qərbi Avropada antrojen landşaftlarda geniş yayılıb. Boyunca əhali həddindən artıq çoxdur. 2 də düzgündür. Qış həddindən artıq soyuq, yay sərindir. Qış həddindən artıq soyuq ala bilməz. Atlantik okeandan gələn rütubətli hava kütlələrinin təsiri altındadır. 4. Atlantik okeandan gələn hava kütlələrinin təsiri altındadır. İncədir yubunu. Kontinental iqlim xarakteridir. İqlimi kontinental 4. Dəniz, mülayim dəniz iqlimdir. Çöl landşaftı geniş yayılmışdır. Çöl yox. Burada meşə zonası geniş yayılıb. Düzgün cavab oldu 1, 2, 4 cavab oldu C bəndində. Elevin diaqramına əsasən uyğun gələn bəndləri müəyyən edin. Selvas, tayqa. Selvas Cənubi Amerikada, Braziliyada deməli rütubətli ekvatorial meşələrdir. Portuqal dilində selvas ağaclar meşə mənasına gəlir. Meşə deməkdir. Tayqada deməli şimal yarımçay mülayim quşada kəsin qanlı iqlim tipində yaranan eyniyarpaqlı meşələr zonasıdır. A bəndi fəsli dəyişkənliyi zəif müşahidə olunur. Selvasda il boyu yaydır. İl boyu istidir, rütubətlidir. Burada fəsillər yoxdur. O görə A gələcək birinciyə. Enliyarpaqlı ağaclar üstünü təşkildir. Enliyarpaqlı ağaclar yeri selvasdadır. Tayqada enliyarpaqlı ağaclardır. B də gələcək selvasa birinciyə.
Pozol torpaqlar, yani pozol kürü torpaqlar, taygan torpağıdır. C gelecek ikinciye. D. Əkinçi üçün əlverişli deyil. Hər ikisi əkinçiliyə əlverişli deyil. Yer bataqlıqdır. Yer suyun içindədir. O görə də hər ikisi əkinçi üçün əlverişli deyil. Gündə yağış yağır. Gəldi üçüncüyə. Y bəndi ağacları selüloz kağız istehsalına daha çox cəlb olunan tayqa meşələridir. Selbastan meşə sənayesində, mebel istehsalında daha çox istifadə olunur. Y gələcək ikinciyə tayqa. Əhali zəif məskunlaşmışdır. Hər ikisində əhali zəifdir. Selbasda keçilməz meşələr cəngəllikdir. Tayqada iqlimi həddindən artıq sərtdir. Əhali hər ikisində zəif məskunlaşıb. F də gələcək. Deməli üçüncüyə. Deməli birinciyə A, B, ikinciyə S, E, üçüncüyə D, F cavab oldu Y bəndində. El evin dərinə əsasən uyğun bənləri müəyyidin qəhvəyi torpaqlar, qırmızı qonur torpaqlar. Cod yarpalı həmişəşilmiş kolluqlarda forumlaşan bu qəhvəyi torpaqlardır. Köhnə ədəbiyyatlarda buna sarı torpaqlar deyilirdi. A gələcək birinciyə. Cənub-Şərq Asiya, Braziliya yaylasında forumlaşan qırmızı qonur torpaqlardır. Savanna təbii zonasındadır. B gələcək ikinciyə. Yayıldığı ərazidə tropik hava kütlələrinin təsirinə məruz qalır. Tropik hava qəhvəyi torpaqlar subtropik qurşaqdadır. Burada yayda olur. Qırmızı qonur torpaqların olduğu savanna zonasında isə qışda olur. Deməli, hər ikisi tropik hava kütlələrinin təsirinə məruz qalır. O görə də C edəcək üçüncüyə. Əsasən tropik işıqlanma qurşağında formalaşan qırmızı qonur torpaqlardır. Savanna zonasında, sub-ekvatorial iqlim qurşağında. Deməli, D gələcək ikinciyə. Y suvarma ikinciyi inşa etmişdir. Qəhvəyi torpaqlarda əkilir, subtropik qurşaqda, qırmızı qonur torpaqlarda, savannada əkilir. Yəni əkilim suvarma ikinciyi inşa edib hər ikisində. Sadəcə qəhvəyi torpaqların olduğu yerdə əkincilik gedir yayda, qırmızı qonur torpaqların olduğu yerdə əkincilik gedir qışda. O görə də hər ikisinə aiddir Y. Yayıldığı ərazilərdə yayı quraq isti, qışı mülayim rütubətli olanda ki, bu subtropik qurşaqdır. Arada zodiak meşə kolluqlar, dişi torpaqda qəhvəyi torpaqlardır. F aid olacaq birinciyə. Deməli, birinci aid oldu A, F cavab da oldu. İkinci aid olacaq B, D. B, D, A, F cavab oldu C bəndində. El evin diaqonal əsasən uyğun olan bəndlərin müəyyən edin. Deməli, Şimali Amerikanın Afrika verilib. Dəyişkən rütubətli meşələr zonası yaranmışdır. Dəyişkən rütubətli meşələr zonası bunların hər ikisində var. O görə də bir ayda olacaq, üçüncüyə bunların hər ikisində var. İki, sahil xətti çox ciritli çıxıntı olan Şimali Amerikada, Afrikada sahil xətti az ciritli çıxıntılıdır, sahil xətti düzdür. Çünki kristalli suda çox yerdə yer səthinə çıxıb. Deməli, 2 ayda olacaq Şimali Amerikaya, birinciyə. Cavan dağları Mateş Okean Tüdü tavaların toqquşmasından yaranıb. Mateş Okean tavaların toqquşmasından yaranan Şimali Amerikadakı Kordilyer dağlarıdır. Afrikada olan cavan dağlar, Afrika litosferi, Avrasya litosferi tabasının iki Mateyka litosferi tabasının toqquşmasından yaranır. O görə 3 ayda olacaq Şimali Amerika, yəni birinciyə. 4. Səhra landşafı geniş ərazidən aydın ki, Afrika şimalda da var. Böyük səhradır, Libiyadır, cənubda Namibdir, Karaxaydır, böyük ərazilərdir. O görə də bu ayda olacaq, 4 ayda olacaq ikinciyə, yəni Afrikaya. 5. Şimal tropik xətti kəsir, hər ikisini kəsir şimal tropik xətti. O görə də 5 ayda olacaq bunların hər ikisi üçüncüyə. 6. Həm şimal, həm də cənub hissəsində həmişəşir cod yarpalı meşəyə rast gəlinən Afrikanın həm şimalında, həm də cənubunda subtropik iqlim qurşağı var ki, burada da həmişəşir cod yarpalı meşə kolluqlar zonası yayılıb 6 ayda olacaq Afrikaya. Deməli, belə bir cavabımdır. Birinciyə 2, 3, ikinciyə 4, 6, 2, 3, 4, 6 cavab oldu B bəndində. El evin diaqonal əsasən uyğun olan bəndlərin müəyyidin Cənubi Amerikanın Avstraliya. Deməli, geosiner qurşağa malik olan Avstraliya yeganə materik ki, burada geosiner ərazi yoxdur. Bütün ərazi qədim platforma sahəsidir. Zəlzələ, vulkan burada yoxdur. Geosiner qurşağa malik olan Cənubi Amerikada bir gələcək birinciyə. Litosfer tavanın toqquşma zonasından kənarda yerləşir. Litosfer tavanın toqquşma zonasından kənarda yerləşən Avstraliyadır. Litosferin sərhədlərindən çox uzaqdadır. 2 ayda olacaq ikinciyə, Avstraliyaya. Sahil xəttləri nisbətən az parçalanıb, hər ikisi sahil xətti az parçalanıb. 3 ayda olacaq hər ikisinə. Bunu ondan da görür ki, bunlar da yarımadadır, adadır, həddindən artıq azdır.
O yüzden 3 ayda olacak her ikisine. Savanna ve çeyrek meşeler yayılmıştır. Her ikisinde savanna çeyrek meşeler var. 4 ayda olacak bunların her ikisine. Faaliyette olan vulkanlar mevcut değil. Avustralya'da faaliyette olan vulkan yoktu. Janubi Amerika'da faaliyette olan Ant Dağları'nda çok sayıda vulkan var. 5 ayda olacak Janubi Amerika'ya. 6 seherler geniş yayılmıştır. Avustralya'da seherler çok büyük arazidir. Janubi Amerika'da seherler ancak sağ tutan sahillerde Atakama seherasıdır. Bu çok balaca yerdir. Çiçek seheradır. Seherler geniş yayılmıştır. Avustralya'da 6 ayda olacak Avustralya'ya. Böyle bir cevap alındı. Birinciye 1-5 cevap oldu demendinde. İkinciye 2-6. Elivin devrinesine uygun gelen bellerin müydün Atakama serası, Namib serası. Peru cereyanın tesirinden yaranan Atakama'dır Janubi Amerika'da. Erasında Eğin adlı ölçü yerleşir. Atakama'nın yanında Çil'di, Namib serasının yanında Namib serası. Namibya'dan. O yüzden işaret olacak Namib serasına. Bence cereyanın tesiriyle formalaşan Namib serası. 3 ayda olacak ikinciye. Gerçekler cereyanından ayrılan Bence cereyanı burada tesir edir. Çili devletinin arasında yerleşen Atakama serası 4 ayda olacak birinciye. Pizkaşıman projesi intensif gelen arazidir. Her işine pizkaşıman intensif gelen serada açık aydın kuru hava şiraitinde gündüz hava cüzcü şehirde kızıl, gece hava kesin şekilde soğuyur. Sıfıra kadar temperatur düşebilir. O yüzden 5 ayda olacak bunların her ikisine. Demek bir cevap aldım. Birinciye 1-4, ikinciye 2-3 cevap oldu Yemen'de. Elivin derinleşsin, uğun gelen benderi müeyyen edin. Şimal Amerika çölleri, Janubi Amerika çölleri. Mülayim iklim kuşağında geniş şeraitleri atin, Şimal Amerika çölleri, Janubi Amerika çölleri subtropik kuşağıdadır. Bir ayda olacak birinciye. İnşa etmiş ölçülerin arasında yerleşen Şimal Amerika'da Prairie çöllerde, Abış Kanada arasında yerleşir. 2 ayda olacak Şimal Amerika'ya. Yalnız subtropik iklim kuşağında formalaşan Janubi Amerika'daki Pampa. Yani çöl zonası 3 ayda olacak Janubi Amerika'ya. Dünyanın mühim taxılçılıq rayonunda, hər ikisi dünyanın mühim taxılçılıq rayonunda 4 ayda olacak hər ikisine. 5. Kırmızı kara torpaqlar yayılmıştır. Kırmızı kara torpaqlar Janubi Amerika'daki çöllerin karakteristik torpağıdır. Bundan başka yerde bu torpağa rast gelmir. 5 ayda olacak ikinciye. Böyle bir cevap alındı. Birinciye 1-2, ikinciye 3-5 cevap oldu Yemen'inde. Elivin devrimine uygun gelen benleri müeyyen edin. Brazilya yaylası, Dekan yaylası. Canım ve Qərb yarımçərində yerləşir. Brazilya yaylası canım qərbdədir, Dekan şimalından şərqdədir. Bir ayda olacaq Brazilya yaylasından, yəni birinciyə. İyul, avqust aylarında bol yağıntı alır. Bol yağıntı ekvatora yayda subektiv kuşağıda olur. Dekabr, yanvar, fevralın yay olduğu ərazi Dekan yaylasıdır. Həmin aylar Brazilya yaylasında qışdır. Ki tropik hava həmin vaxt orada hakim olur. Yəni 2 ayda olacaq Dekan yaylasına. 3. Ərazisində savanna olaraq formalaşmışdır. Hər ikisində savannadır formalaşıb. 3 ayda olacaq üçüncüyə. Qədim Gondwana materikin tərkib hissəsi olmuşdur. Brazilya yaylası Gondwanadan ayrılıb qərbə doğru hərəkət edib Janubi Amerikaya yaranıb üzərində Brazilya yaylası olmaq şərtilə Dekan da Gondwanadan ayrılıb Lavrasiya qurusunda, daha doğrusu Avrasiya materikinə sonradan gəlib birləşib. Yəni bu da Gondwanadan ayrılıb. O görə deməli qədim Gondwana materikin tərkib hissəsi olub hər ikisi 4 ayda olacaq bunların ikisinə də. Dekabr ayında üzərində günəş zenitdə olur. Dekabr ayında günəş cənub tropik zenitdə olur. Cənub tropik üzərində də olan Brazilya yaylasıdır. 5 ayda olacaq Brazilya yaylasına. Şimal və şərq yarımçərində yerləşir Dekan yaylası. 6 ayda olacaq Dekan yaylasına ikinciyə. Birinciyə 1-5, ikinciyə 2-6 cavab oldu B bəndində. Elivin dəqiqəlinə uyğun gələn bəndlərin müəyyən edin. Şimal Amerika, Janubi Amerika. Qərb hissəsini uca dağlar əhatə edir. Şimal Amerikada Kordiya, Janubi Amerikada Ant dağları. Deməli, bir ayda olacaq bunların hər ikisinə. Rütubətli ekvatorial geniş sahətdir. Bu Janubi Amerikadadır. Şimal Amerikada ekvatorial iklim quşağı, ekvatorial meşələr zonası yoxdur. Yəni 2 ayda olacaq Janubi Amerika ikinciyə. İqlimin Atlantik okeanın təsiri böyükdür. Dağlar qərbdə yerləşdiyindən Atlantik okeanın hər iki materikin iqliminə güclü şəkildə təsir edir. 3 ayda olacaq bunların hər ikisi üçüncüyə. Bütövlükdə Şimal və Qərb yarımçərində yerləşən Şimal Amerikada 4 ayda olacaq Şimal Amerikaya birinciyə. Qədim Gondwananın tərkib hissəsi olan Janubi Amerikadır. Şimal Amerika Lavrasiya qurusunun tərkibində olub. Deməli, bu ayda olacaq Janubi Amerikaya. Qədim Gondwananın tərkib hissəsi olmuşdur.
Üç okyanusla dəhət olunan Şimal Amerika'da Şimal Buzlu Atlantik sakit, Cənubi Amerika ise Atlantik ve Sakit dəhət olunmuş iki okeanda. Üç okeanda ait oldu Şimal Amerika'ya, yani 6 ayda oldu Şimal Amerika'ya. Birinciye 4, 6, ikinciye 2, 5, üçüncüye de 1, 3 cevap oldu ABD'de. Elimin devrine uygun olan benderin mühidin Qərbi Sibir düzenliği Ərəbistan Yıldızı. Bataklar geniş yayılıb. Aydınçı Qərbi Sibir düzenliğinde dünyanın en büyük bataklarından biridir. Sahası təxminən 3 milyon kvadrat kilometrdir. Bir ayda olacaq birinciye. Zəngin neft qaz ehtiyatlarına malikdir. Hər ikisində zəngin neft qaz ehtiyatı var. İki yarımçıda yerleşir. Hər ikisi iki yarımçıdadır. Şimal şərq yarımçısındadır. 3 ayda olacaq bunların hər ikisine. Meşe örtüyle zengin olan Qərbi Sibir düzenliğidir. Tayga meşeleriyle düz radyası üstünde Arabistan yarımadasında tropiklerin qədim Honmanla tərkib olmuştur. Qədim Honmanla tərkib olan deməli bu Arabistan yarımadası, Hindistan yarımadası için burası oradan gelip Avrasya birleşmiştir. 6 ayda olacak Arabistan yarımadası yani ikinciye. Birinciye 1, 4, ikinciye 5, 6 cevap oldu devende. Eylül'ün diyagramına uygun gelen bellerin müəyyənliyi. İğne yarpaqlı meşe, tayga meşeli. İğne yarpaqlı ağaçlar, şam kuşlar üstünde taygadan bir ay duracak taygaya. Mülayim iklim kuşağında yerleşir. Her ikisi mülayim iklim kuşağındadır. Yani 2 ayda olacak üçüncüye. Podzol torpaqları yayılıp taygadan 3 ayda olacak taygaya ikinciye. Yayılmasına sebep sahil boyu ərazinin mülayim deniz ikliminin olması, mülayim deniz iklimi en yarpaqlı ağızların olduğu yerdedir. Tayga Matekin daxil hissəsindədir. Yəni 4 ayda olacaq enli yarpaqlı meşəyə birinciyə. Palıd Gökə fıstıq ağacı üstündə, bu da enli yarpaqlı meşələrdədir. 5 ayda olacaq birinciyə. Avrasya Matekiyə yayılıb, hər ikisi Avrasyada geniş şəkildə yayılıb 6 ayda olacaq üçüncüyə. Deməli birinciyə 4, 5, ikinciyə 1, 3 cavab oldu Yevənində. Avrasya Mateki'nin təbii zonlarına uygun gelen ucgar nöqtəli müəyyəndir. Ekvatoral meşələr Avrasya'da Mateki'ndə Malak Yarımadasının cənubunda, yəni ekvatoral iklim qurşağındadır. Yəni birinciyə gələcək cənub ucgar nöqtəsi. 2. Tundra meşə tundra Çukot Yarımadasında Mateki'nin şərqindədir. 2'ye gələcək şərq 3. Cod yarpaqlı həmişil meşə çoluklar Pirine Yarımadasında Rokaburnu Mateki'nin qərbindədir. Burada da cod yarpaqlı meşə çoluklar yaranıb. Yəni üçüncüyə gələcək qərb 4. Arktik sahillarda deməli burada yerleşir Mateki şimal ucgar nöqtəsi. Yəni bu da olacaq 1 şimal ucgar nöqtəsi. Tamir Yarımadasının şimalındadır. O da Arktik kuşağıdadır. Birinciyə 2, ikinciyə 3, üçüncüyə 4, dördüncüyə 1 cavab oldu Bebənində. Pampa təbii zonasına aid olmayan biçim müəyyənin Əstan subtropik iklim quşağında formalaşır. Əstan subtropik iklim quşağındadır. Uruguay'da, Argentina'da bu düzgündür. Kırmızı ferrari, kırmızı sarı torpaqlar üstünü təşkil edir. Burada kırmızı kara torpaqdır. Kırmızı ferrari torpaq burada yoxdur. Aid olmayan cəhətlərlə bu oldu, Bebəndi. Atlantik Okeanın təsiri müşahidə olunur, doğrudur. Yerləşdiyi ölkə, inkişaf etməkdə olan ölkə qrupuna aiddir, doğrudur. Argentina'nın mühüm taxılçılıq bölgələrindən bu da aid olan cəhəti. Düzgün cavab Bebəndi. Müvafiq olarak Hudson, Bengal ve Biskay körfezlerinin sahillerinde yerleşen təbii zonların müəyyən. İğne yarpaqlı meşələr Hudson körfezinin cənub hissəsi mülayim iklim quşağındadır, çox hissəsi subarktik iklim quşağındadır. İğne yarpaqlı meşələr yarana bilər cənub hissəsində. Bengal körfezində meşə çöl ola bilməz, o görə də Abəndi səbti. Bebəndə qarışıq meşə Hudson körfez sahilində ola bilməz, səbti. Sebəndə tundra Hudson körfez sahilində olar, meşə çöl Bengal körfez sahilində ola bilməz. Subekvator kuşağıdır, o görə cavab səhvdir. Dəyişkən rütubətli meşələr Hudson körfəzi sahilində ola bilməz, o görə cavab səhvdir. Deməli cavab yeri. Hudson körfəzi sahilində meşə tundradır, Bengal körfəzi sahilində dəyişkən rütubətli muston meşələrdir. Biskay körfəzi sahilində isə mülayim dəniz hava kütlələrinin təsiri altında enli yarpaqlı meşələr zonası yaranır. Düzgün cavab Yevəndir. Elvin devriminin əslən uyğun gələn bəndləri müəyyən tropik subekvator Afrikada geniş sahətdir, həm tropik, həm subekvator Afrikada geniş sahətdir. Bir ayda olacaq bunların hər ikisi üçüncüyə. Səhra yarımsərlər təbii zonası üstündür, tropik qurşaqda səhra yarımsərlər geniş ərazidir. Yəni 2 ayda olacaq birinciyə.
Dəyişkən rütubətli meşələr formalaşır. Subektor quşaqda deməli dəyişkən rütubətli meşələr geniş yayılıbdır. Tropik quşaqda matekin şəklində rütubətli dəniz iqlimi şəraitində deməli tropik meşələr zonası yaranır. 4 ay olacaq bunların hər ikisinə. 3 ay olacaq bunların hər ikisinə. Rütubətli yay dövründə təbiət canlanır. Yay rütubətli olan subekvatorial ekvator havanın təsiri altında. Yəni 4 ay olacaq subekvatorial ikinciyə 5. Şanlı kollar, dəvətçanı bitkiləri yayılır. Bu tropik qurşaqda dəvətçan kollarına, şanlı kollara, dəvətçanlara rast gəlinir. 5 ayda olacaq tropikə. Ekvator və tropik hava kütlələrinin təsiri altında formalaşan ekvator havanın təsirinə məruz olan, həm də tropik havanın təsirinə məruz olan subekvatorial aid olacaq subekvatoriala. 6 ay olacaq ikinciyə. Belə bir cavab alındı. Birinciyə 2, 5, ikinciyə 4, 6, üçüncüyə də 1, 3 cavab oldu B bəndində. Verilən coğrafi koordinatların hansı ölkələrin paytaxtlarına uyğun gəldiyini və bu ölkələrdə yayılan əsas təbii zonları müəyyən edin. 21 dərəcə şimal enliyi, 160 dərəcə şərq uzunluğu. Deməli, şimal tropikinin yanında 106 dərəcə şərq uzunluğu. Sonra 38 dərəcə şimal enliyi, 58 dərəcə şərq uzunluğu. Bizdən bir qədər cənubda və şərqdə. Deməli, İndoneziya 21 dərəcə şimal enliyi ola bilməz. Yaponiya 21 dərəcə şimal enliyi ola bilməz. Bizə eyni paraleldir. Hindistan 21 dərəcə şimal enliyi olar. Amma Misir ola bilməz. O yüzden cavab səhvdir. Vietnam D-bəndində 21 dərəcə şimal enliyi musson meşələri olar. Türkmenistan, Azərbaycan bir qədər cənub şərqdə, cənub hissələrdə D-bəndi düzgündür. Düzgün cavab D-bəndi. Verilən coğrafi koordinatların hansı ölkələrin paytaxtlarına uyğun gəldiyini və bu ölkələrdə yayılan əsas təbii zonanı müəyyən edin. 48 dərəcə şimal enliyi, 4 dərəcə şərq uzunluğu. Deməli, bizdən şimalda və qərbdədir. 35 dərəcə cənub enliyi, 56 dərəcə qərb uzunluğu. Bizdən cənubdadır və qərbdədir, cənub-qərbdədir. Birinci bizdən şimal-qərbdə, ikincisi cənub-qərbdədir. Almanya 48 dərəcə şimal enliyi, Almaniyada tayqa meşələri olmaz, cavab səhvdir. B bəndində İspaniya coğrafi meşgorluqlar bizdən şimalda, qərbdə İspaniya qismən olar. Amma Kolumbiya cənubda, Kolumbiya ekvatorun yanındadır. 35 dərəcə cənub enliyi ola bilməz, cavab səhvdir. C bəndə Fransa, qarışıq enliyarpaqlı meşələr bizdən şimalda, qərbdə uyğun gəlir. Uruqbay, Pampa uyğun gəlir. C bəndi düzgün cavabdır. Fransa, deməli, bu 48 dərəcə şimal enliyi, 4 dərəcə şərq uzunluğunda Uruqbay, 35 dərəcə cənub enliyi, subtropik qurşaqda 56 dərəcə qərb uzunluğu, cavab C bəndi. Səhra, savanna, qarışıq və enliyarpaqlı meşələr, dəyişkən rütubətli meşələrin yayıldığı müvafiq əraziləri müəyyən edin. Deməli, birincisi səhra. Səhra burada 5 də ola bilməz, 4 də ola bilməz, 1 də ola bilməz, 7 də ola bilməz, 6 da ola bilməz, 3 də ola bilməz. Səhra oldu. Xəzər dənizinin şərqində, Orta Asiyada 2 olacaq səhra. Savanna subekvator qurşaqda. Subekvator qurşaqda 1 var, ekvator qurşaqda 1-dir, 7, subekvator qurşaqda var 6. Deməli 2, 6. Qarışıq və enliyarpaqlı meşələr. Qarışıq enliyarpaqlı meşələr 3-də Qərbi Avropada. Deməli 2, 6, 3 və dəyişkən rütubətli meşələr. Dəyişkən rütubətli meşələr yenə də 1, 7, 5 ola bilməz, 4. Deməli cavab belə olacaq. 2, 6, 3, 4. 2, 6, 3, 4 cavab oldu B bəndində. Xətti sistemdə verilmiş əraziyə aid olan əlamətlər, Amazon çayını görürsünüz, ekvatoru görürsünüz, Pampa təbii zonası geniş yerdir. Burada Pampa deyir, ekvatorial meşələrdir. Soğuk okean cəryanlarının iqliminə təsiri böyükdür. Bura isti Braziliya cəryanı təsir göstərir, səhvdir. Çayların qidalaması buzlaq suları üstünü təşkil edir. Burada buzlaq suları deyil, ekvatorial yağışlardır. Sahilində isti cəryan keçir, doğrudur. Boz torpaqlar genişləmişdir. Burada boz torpağı yoxdur, perlayib torpaqlardır. Çaylarının qidalaması yağışlar üstünü təşkil edir, doğrudur. İl boyu yağış yağır. Keçilməz meşələr geniş yerdir, doğrudur. Düzgün cavab oldu 4, 6, 7 cavab oldu C bəndində. İyun, avqust. Birincisi budur. İkincisi dekabr, fevral aylarının rütubətli olduğu müvafiq ərazilər. İyun, avqust ayları deməli bu şimal yarımşəsində subekvatorial rütubətlidir. Cənub yarımşəsində subtropik iqlim qurşağı
rütubətlidir iyun-avqust aylarında. Dekabr-yanvar ayları rütubətlidir. Şimal yarımkürə subtropikdə, cənubi yarımkürə subekvator iqlim uşağında bu sxem əsasında cavabı axtaracaq. Cənubi Asiya şimal subekvatorial iyun-avqust ayları rütubətlidir. Cənub-qərbi Avstraliya cənubi yarımkürə subekvator uşağındadır, rütubətlidir. Qibiyana əyaləti şimal yarımkürə subekvatorial uşağındadır, rütubətlidir. Birinci sıra düzgün gəldi, ikinci sıranı yoxlayırıq. Şimali Avstraliya, deməli, cənubi yarımkürə subekvatorial uşağındadır, dekabr-fevral aylarında rütubətlidir. Cənubi Avropa şimal yarımkürəsinin subtropik uşağındadır, dekabr-fevral ayları bizim kimi rütubətlidir. Braziliya əyaləti cənubi yarımkürəsinin subekvatorial uşağındadır, dekabr-fevral ayları ekvator havanın təsiri altında bol rütubət alır, o cür acabı doğru oldu. Dekabr-fevral və iyun-avqust aylarının daha quraq olduğu ərazilər, quraq dövrünü istəyir bizdən. Dekabr-fevral ayları quraqdır. Şimal yarımkürədə subekvatorial quşağıda tropşabadır. Cənub yarımkürədə subtropik quşağıdadır. Orada da tropşaba eləyir. İyul-avqust ayları quraqdır. Şimal yarımkürədə subtropikdə, yəni bizdə. Cənub yarımkürədə subekvatorialda bunun əsasını həll edəcək. Braziliya əyaləti cənub yarımkürəsində bu subekvatorialda yerləşir. Dekabr-fevral ayları orada rütubətlidir. O görə də acabı səbtdir. B bəndi. Qibiyana əyaləti şimal yarımkürə subekvatorialdadır. Dekabr-fevral ayları quraqdır, doğrudur. Madagaskar adası cənub yarımkürəsində subekvatorialdadır. O görə də dekabr-fevral ayları orada rütubətlidir. O görə cavab səbtdir. C bəndi. Pireneya adası dekabr-fevral ayları quraq deyil, rütubətlidir. C bəndi səbtdir. D bəndə Şərqi Afrika əyaləti şimal subekvatorialdadır. Dekabr-fevral ayları quraqdır, doğrudur. Qərbi Sibir səbtdir. O görə də D bəndə səbtdir. Y bəndə Cənubi Asiya şimal subekvatorial tropik havanın təsiri altında quraqdır, düzgündür. Qibiyana əyaləti şimal subekvatorial yerdə tropik havanın təsiri altında quraqdır, düzgündür. Cənub-qərbi Asiya, Avstraliya cənub yarımkürəsinin subtropik quşağındadır, tropik havadır, o görə də quraqdır. Birinci sıra doğru oldu. İkinci sırada Şimali Avstraliya, cənub yarımkürəsinin subekvatorial quşağındadır. İyun-avqust aylarında orada deməli tropik havadır, quraqdır, düzgündür. Braziliya əyaləti eyni qaydadır, cənub yarımkürəsinin subekvatorial quşağı, tropik hava quraqdır. Balkan adası deməli iyun-avqust aylarında şimal yarımkürə subtropik quşağıdır, tropik havanın təsiri altında quraqdır. Yemen doğru oldu. Rusiya və Braziliya ərazilərində yerləşən meşələrə aid olan xüsusiyyətləri müəyyən. Yerləşdiyi iqlim quşağının əsasən kontinental tipində yayılan Rusiya meşələri mülayim quşağın kontinental tipində yerləşir. Bir ayda olacaq birinciyə. İllik yağıntılarının miqdarı 2000-3000 mm çatan Braziliyadakı ekvatorial meşələrdir. 2 ayda olacaq ikinciyə. Əsasən qonur, qəhvəyə, pozol torpaqlar üzərində formalaşan Rusiya meşələridir. Mülayim quşaqda 3 ayda olacaq birinciyə. Susqalıq və illik temperaturunun az olduğu iqlim şəraitində formalaşan deməli Braziliya meşələridir. Susqalıq amplitudu azdır, illik amplitudu azdır, il boyu yaydır. 4 ayda olacaq ikinciyə. Ölkənin şimalında olan meşələrlə yanğının xeyli hissəsi sublimasiya hissəsinə düşür. Bu Rusiya meşələrində bərk halda 5 ayda olacaq Rusiya meşələrində, yəni birinciyə. Dünyada biçən növ tərkibinə görə ən zəngin ərazisi olan deməli ekvatorial meşələrdə 6 ayda olacaq Braziliya meşələrinə. Yəni birinciyə. İkinciyə, Braziliya ikinciyə ayda olacaq. Deməli birinci ayda oldu 1, 3, 5, ikinci ayda oldu 2, 4, 6 cavab oldu Y bəndində. Xətti sxemdə rəqəmlərlə verilən məntəqələrin iqlim tiplərini və təbii zonlarını müəyyən edin. Birinci, deməli Apenin yarımadası, ikinci Ərəbistan yarımadası tropik üzərindədir. Birinci subtropik quşağıdır, ikincisi tropik quşağıdadır. Birincisi Arar dənizi, Zodiac meşhurluq cavab doğrudur. İkincisi kontinental səhra yarımçıqlar düzgündür. 3 də var. Şərqi Asiyada muston meşələri elə A bəndi doğrudur. Cavab A bəndi. Xətti sxemdə rəqəmlərlə verilən məntəqələrin iqlim tiplərini və təbii zonlarını müəyyən edin. Deməli birincisi Böyük Britaniyadır. İkincisi deməli Rusiyada Azov dənizinin yaxınlarıdır, Don çayı sahilləridir. Üçüncüsü də ki, yenə də Şərqi Asiyada
Birinci Mülayim Deniz coğrafyamış yolu, Mülayim Deniz coğrafyamış yolu yaranmaz A bendi septi. B bende birinci yazım Arar Deniz olabilmez. Oran Mülayim Uşağı'nın denizi yükleyip. C bende Mülayim Kontinental olabilmez. Mülayim Deniz olmalıdır. D bende Mülayim Deniz karışık ve enli yapraklı meşeler olar. İkincide Mülayim Kontinental'dır. Çöl meşe çöl olar. 3. Muston meşeli D bende düzgün cevabıdır. Eğilimin diyagramına esasen uygun gelen benleri müeyyin Avustralya'nın şimalı, Avustralya'nın cənubu, dekabr yanvar aylarında ekvator hava kütləsinin təsirinə məruz qalır. Dekabr yanvar ayları Günəş cənub tropikinə doğru gedir, ekvator havada cənuba gedir, cənub subekvator kuşağında olur. Cənub subekvator kuşağında yerləşən də Avustralya'nın şimalıdır. Bir aydolca birinciyə. Kırmızı period, kırmızı qonur torpaqları üstünü təşkil edir. Bu subekvator kuşağı da Avustralya'nın şimalındadır. İki aydolca birinciyə. Matekin əsas çay sisteminin mənsəbi burada yerləşir. Murray çayının, Darling çayının mənsəbi Böyük Avstraliya körfəzidir. Bu da deməli Avstraliyanın cənubuna aid 3 ayda olacaq ikinciyə. Rütubətli bərabər paylanan subtropik iqlim tipi mövcuddur. Avstraliyanın cənubunda mərkəzdə də rütubətli bərabər paylanan subtropik iqlim tipi yayılıb 4 ayda olacaq ikinciyə. Ərazisində yerləşən körfəzdə keçid iqlim qurşağı formalaşmışdır. Carpentera körfəzində Cape Carpentera körfəzinin həmçinin Böyük Avstraliya körfəzidir. Hər ikisi keçid iqlim qurşağındadır. Carpentera körfəzi subekvatorial, Böyük Avstraliya körfəzi subtropik qurşağındadır. Yəni 5 ayda olacaq bunların hər ikisinə. Deməli üçüncüyə, birinci ayda oldu 1, 2, ikinci ayda oldu 3, 4, üçüncü ayda oldu 5, cavab oldu A bəndində. Eğilimin diaqramına əsasən uyğun bəlləri müəyyən. Deməli birinci diaqrama baxırıq. Qışda, yəni dekabr, yanvar, fevral ayında temperatur 3-4 dərəcə, yayda 15 dərəcə təxmini, yağıntı il boyu bərabər paylanır. Bu mülayim dəniz iqlimi yükləyib. İkinci diaqramda dekabr, yanvar, fevral ayında, yəni qışda isti olsa da, qış şərt olsa da buna qış deyək. Yayda temperatur 30 dərəcədir. Yağıntı yayda iyun, avqust aylarında daha bol düşür. Bu şimal cənubu subekvator quşağıdır. Deməli birincisi mülayim iqlim quşağında dəniz iqlimi yükləyib. İkincisi subekvator iqlim quşağında muston yaxud subekvator iqlim quşağının yağıntı temperatur rejimidir. Enliyarpalı meşələr təbii zonası geniş yayılıb. Enliyarpalı meşələr mülayim quşağda geniş yayılıb. Bir ayda olacaq birinciyə. Əlverişli iqlim şəraitinə malikdir. Hər ikisinin iqlimi əlverişlidir. Həm mülayim dəniz, həm də subekvator iqlim əlverişlidir. Yəni 2 ayda olacaq bunların hər ikisinə. Savanna bitərək meşələr təbii zonası yayılmışdır. Bu subekvator quşağıdadır. Yəni 3 ayda olacaq ikinciyə. Kırmızı qonur torpaqlar yayılmışdır. Bu da savannan torpağıdır. Kırmızı qonur torpaqlar, kırmızı sarı torpaqlar 4 ayda olacaq ikinciyə. İlin bütün fəsilləri aydın müşahidə olunur. Subekvator quşağında bütün fəsillər aydın isti olunmur. İl boyu istidir, yayda yağır, qışda yağış yağmur. Bununla fərqlənir şərti qışda. O görə də ilin bütün fəsilləri aydın müşahidə olunur. Mülayim dənizdə 4 fəsil müşahidə olunur. 5 ayda olacaq birinciyə. Avrasya'da rast gəlinir. Avrasya'da mülayim dəniz də var. Avrasya'da subekvatorial da var. Yəni bunların hər ikisinə aiddir 6. Deməli birinciyə 1, 5, ikinciyə 3, 4, 1, 5, 3, 4 cavab oldu D bəndində. Eğilimin diaqramına uyğun bəlləri müəyyən çöllə savanna. Məhsullar qara torpaqlar geniş yayılıb, bu çöldədir. Savanda qırmızı, sarı, qırmızı qonurdur. Argentinada geniş ərazi tutan çöldür ki, orada ona pampa deyirlər. B-də aid olacaq çölə. Fəsillər üzrə yağıntıların paylanması kəskin fərqlənir. Savannada deməli il boyu yağır, qışda yağış yağmır, çöldə elə deyil. Deməli fəsillər üzrə yağıntıların paylanması kəskin fərqlənir. Bu savannaya aiddir. Siyahətli ikinciyə. Kənd torpağının əlverişlidir. Hər iki kənd torpağının əlverişlidir. Aqronom ehtiyatları çox böyükdür. D-də olacaq üçüncüyə. Qırmızı qonur torpaqlar geniş yayılıb savannada. Həm şimal, həm də cənub yarısına yayılmışdır. Şimalda da, cənubda da, savannada var, çöldə var. Deməli, F dayda olacaq bunların hər ikisi. Deməli, birinciyə A, B, ikinciyə S, E, üçüncüyə D, F cavab oldu Y bəndində. Eğilimin diaqramına uyğun gələn bəndlər müəyyən. Avustralya, Afrika, Cənubi Amerika. Gondwana qursunun tərkib hissəsi olmuşdur. Avustralya Gondwananın tərkibində olub, Cənubi Amerika olub, Afrika olub. Deməli,
bir aittir bunların hamısına. O görə dördüncüyə. Səhra yarımsərlər təbii zonası geniş sahədir. Avustraliyada geniş yerdir, Afrikada geniş yerdir. Cənubi Amerikada səhralar geniş ərazi tutmur. Burada deyir geniş sahədir. Burada iki şahid olacaq. Deməli, Avustraliya ilə Afrikaya, yəni birinciyə. Ərazisində cavan dağ sistemləri yerləşir. Avustraliyada yoxdur, Afrikada. Afrikada cavan dağlar var, Cənubi Amerikada cavan dağ var. Orada üç şahid olacaq üçüncüyə. 4. Sahillər sakit sularla yuyulur. Afrikanın yanında sakit yoxdur. Avustraliyanın, Cənubi Amerikanın sahilində sakit var. O görə sahillər sakit sularla yuyulur. 4 aid olacaq ikinciyə. 5. Ərazi iki işıqlanma quşağında yerləşir. Avustraliya həm tropik işıqlanma quşağındadır, həm mülayimdən. Cənubi Amerikada tropikdədir, mülayimdədir. Afrikada 3'dür. O görə bu da aid olacaq ikinciyə. 5 aid olacaq ikinciyə. 6. Ərazinin cənub tropik xətt keçir. Avustraliyanın keçir, Afrikanın keçir, Cənubi Amerikanın keçir, üçün də keçir. 6 aid olacaq dördüncüyə. Buranın üçünə də. 7. Savana biterik. Meşə, təbii zonası geniş sahədir. Avustraliya geniş yerdir, Afrikada geniş yerdir, Cənubi Amerikada geniş yerdir. Yəni 7 aid olacaq buranın üçünə də. Bəzi iqlim quşları təbii zonalar təkrarlanır. Bu təkrarlanma var. Deməli, Cənubi Amerikada hamısı olmasa ekvatorial, subekvatorial və Afrikada deməli 8 aid olacaq 3'ə. Afrika ilə Cənubi Amerikaya. Deməli, belə bir cavab aldı. Birinciyə 2, ikinciyə 4, 5. Cavab oldu B bəndində. İğneapar meşələrin yaratdığı iqlim quşağı daxilində yerləşməyən təbii zonlara və müvafiq olaraq bu təbii zonlara uyğun gələn xüsusiyyətləri müəyyən. İğneaparlı meşələr yaranır mülayim iqlim quşağı daxilində. Bizə deyir ki, mülayim iqlim quşağı daxilində yerləşməyən təbii zonlar. Yəni, mülayim iqlim quşağı daxilində yerləşən təbii zonlara çıxacaq. Və həmin zonlara uyğun gələn xüsusiyyətləri müəyyəndir. Coğrafiyalı meşəkorluqlar mülayim iqlim quşağında deyir, subtropik quşağındadır, ona görə də bunu götürəcək. Çöl meşə çöl mülayim iqlim quşağında var, ona görə də bunu götürməyəcək. Endiarpalı və qarşı meşələr mülayim iqlim quşağında var, götürməyəcək. Arktik səhralar Arktik quşağındadır, mülayim quşağında deyir, 4'ü götürəcək. Səhra yarımsəhra mülayim quşağında var, bunu götürməyəcək. Selbaz ekvator iqlim quşağındadır, bunu da götürəcək. Deməli 1, 4, 6'ya aid olan xüsusiyyətləri müəyyənəcək. Buxarlama qabiliyyəti kiçikdir. Buxarlama qabiliyyəti kiçikdir soyuq yerdə. Arktik səhralarda çox soyuq olduğuna görə. Deməli, A gələcək 4'üncüyə. Şimali Amerikada sakit sahildə formalaşan coğrafiyalı meşəkorluqlardır. B gələcək birinciyə. C bəndi, məhdudlar qara və qırmızı qara torpaqlar gəlmişdir. Bu, məhdudlar qara qırmızı torpaqlar bu yaranıbdır. Deməli, Pampada. Ki o da deməli, Pampada həm mülayim quşağı var, həm subtropik quşağı da var. O görə də qara torpaq çöldə var. Çöl olan cavabı götürməyəcək. Formalaşmada soyuq okean cərgələrinin təsiri böyükdür. Bu, mülayim quşaqdakı səhralara təsir, o görə də bunu da götürməyəcək. Mənimsəmiz üçün Trans-Amazon magistratı çəkilmişdir. Çelmanın mənimsəməyini ötürü Trans-Amazon magistratı çəkilmişdir. Braziliyadan Peruya, Resipidən Limaya. Y də aid olacaq 6'ya. Deməli, birinciyə gəldi B, 4'üncüyə gəldi A, 6'ncıya da gəldi Y bəndi. Cavab oldu D bəndi. Cədvələsdən uyğunluğu müəyyən. Ekvatorial meşələr, savanna çeyrək meşələr, coğrafiyalı meşəkorluqlar. Ekvator xətti ilə kəsilən bütün ərazilərdə yayılıb. Hər yerdə şaqlı zonalığı var. O yüzden ekvatorun kəsdiyi hər yerdə ekvatorial meşə ola bilməz. Ekvatorial meşələr düzən yerlərdə, dağlıq ərazilərdə olmayacaq. O yüzden bir səhvdir. Materiklərin heç bir uçqar nöqtəsi bu təbii zonada yerləşmir. Ki, məsələn, Avrasiyanın cənub uçqar nöqtəsi Pi burnu bu Malakka yarımadasında ekvatordan 1 dərəcə 15-16 dərəcə şimalda yerləşən ekvatorun yanındadır. Deməli, ekvatorial quşağıdır, o görə bu da səhvdir. Tropik bitki plantasiyalarının salınması üçün əlverişli ərazilərdir. Ekvatorial meşələr tropik bitki plantasiyalarının salınması üçün əlverişli ərazilərdir. Bu doğrudur. Bunu götürəcək. 4. Cənub savanna çeyrək meşələr. Cənub yarımkürəsində heç bir inkişaf etmiş ölkədə yayılmayıb. Cənub yarımkürəsində heç bir inkişaf etmiş ölkədə yayılmayıb. Həqiqətində savanna çeyrək meşələri inkişaf etmiş ölkələrdə yayılmayıb. Torpağa qırmızı qonurdur, doğrudur, götürəcək.
İri ot yiyən heyvanlar və hündür ot örtüyü səciyyəvidir. Savanna belə bir zonadır. İri ot yiyən heyvanlar və hündür ot örtüyü hündürlüğü 3 metrə çatır. Doğrudur. Bütün yarımçöldə yayılıb şimalda var, cənubda var, şərqdə var, qərbdə var. Göz yarpaqlı meşkorluqlar doğrudur götürəcək. Ağlım ehtiyatlarla zəif təmin olunub. Göz yarpaqlı meşkorluqlar ağlım ehtiyatı ilə güclü təmin olunub. Səbti götürməyəcək, zəif yazmışdı. Cənubi Amerikada yalnız Çili ilə yayılıb. Göz yarpaqlı meşkorluq Çilidə yayılıb. Göz yarpaqlı meşkorluq başqa yerdə də yoxdur. Orada təkcə Çiliyə. Misal Şən sahillərində bu da doğrudur götürəcək. Deməli, 1 alındı, 1, 2 alındı, 5, 6, 3'e dalındı, 7, 9 cevap oldu D bəndində. Cədvəldə verilən təbii zonların tabanı və seyrək meşələr donusunda oxşar xüsusiyyətləri müəyyən. Codyarpı meşkorluqlar rütubətlənmə əmsalı 0.8-dən 1-ə qədərdir. Codyarpı meşkorluqlarda rütubətlənmə əmsalı belədir. Savanna seyrək meşələrdə də ilin dövründə yağıntı düşmədiyini orada da belədir. O görə də biri götürdük. Car və Avstraliyanın ərazisində formalaşır. Codyarpaqlı meşələr həqiqətində Carda da Avstraliya ərazisində formalaşır. Subtropik quşağı daxilində doğrudur götürəcək. Ərazisi şişalanma quşağında yerləşir. Ərazisi şişalanma quşağında deyil, biri şişalanma quşağındadır. Götürməyəcək. Rütubətli ekolu meşələr. Əslən günəşin zəngdə olduğu ərazilərdə formalaşır. Həqiqətində günəşin zəngdə olduğu ərazilərdə formalaşır. Doğrudur götürəcək. Əkinci heyvandarlıq yüksək səviyyədə inkişaf edib, heyvandarlıq yüksək inkişaf etsə də əkinci güclü inkişaf edəməyib. Heyvandarlıq da güclü inkişaf edəməyib. Yüksək səviyyədə inkişaf edib, səbti götürməyəcək. Orta lig temperaturu yüksəkdir. Orta lig temperaturu həqiqətən çox yüksəkdir. 20-dəsin yüksəkdir, götürdük. Həm şimal, həm cənub yarımkəsində geniş yayılıb, tayqa cənub yarımkəsində yoxdur. Götürməyəcək. Tayqa meşələrdə podlu torpalar formalaşıb. Savannada belə bir torpaq yoxdur, götürməyəcək. Şimal Amerikada yayılıb. Şimal Amerikada iynəyarpaqlı meşələrdə var, savannada var, götürəcək. Deməli, belə alındı. Birinciyə 1, 2, ikinciyə 4, 6. 1, 2, 4, 6, üçüncüyə 9 cavab oldu B bəndində. Uyğunluğu müəyyən ölkələr, təbii zonlar, torpaqlar. Deməli, Argentina, Hindistan, İspanya. 1, 2, bu da üçüncüsü. Argentinada savanna seyrək meşələr. Argentinada savanna seyrək meşələr yoxdur. Çöl meşə çöllər var. Yarım səhra. Argentinaya gələcək B, birinciyə gələcək B. İndi çöl meşə çölün torpağı, deməli, burada qırmızı qara torpaqlardır. Qırmızı qara torpaqlar. Bura gələcək 1, torpaqdan 1. İkinci Hindistan'da savanna seyrək meşələrinin ikinciyə gələcək A. İndi oranın torpağı qırmızı sarıdır, qırmızı qonurdur. Qırmızı qonur torpaqlar verilib B-də. Deməli, bura gələcək, deməli, ikinciyə A, qırmızı qonur torpaqlar verilib 2-də. Qırmızı qonur torpaqlar 2-yə A, ikinciyə A, 2. Sonra üçüncüsü İspanya. İspanya sahillərində, deməli, codyarpaqlı meşkorluqdur, Y-dir. İspanya sahillərində codyarpaqlı meşkorluqdur. Y-dir, codyarpaqlı meşkorluğunda torpağı qəhvəyi torpaqlardır. Qəhvəyi torpaqlar da burada verilib 4-də. Deməli, üçüncüyə Y, 4. Deməli, birinciyə B1, ikinciyə A2, üçüncüyə Y4 cavab oldu Y bəndində. Sel və pampanlaşların aid olduğu təbii zonların və burun müəyyən. Cənubi Amerikanın çölləri bu pampadır. Amazon meşələri selvadır, 2 ilə başladıq. Pampadakı Cənubi Amerikanın çölləridir ki, Argentinada, Uruguayda yayılıbdır, subtropik quşaqda. Cavab olacaq 2-1. Əvvəlcə selva, Amazon meşələrdir, Pampada Cənubi Amerikanın çölləridir. Cavab oldu 2-1. Afrika materisinə aid olan xüsusiyyətlər. Ərazinin çox hissəsi qədim platformu değişir. Bütün meşələrin ərazisinin çox hissəsi qədim platformu değişir. Bir doğrudur. Mülayim iqlim quşağı geniş dağıtır. Afrikada ekvatorial var, subekvatorial var, tropik var, subtropik var. Mülayim iqlim quşağı yoxdur, səhvdir. Sahil xətti az parçalanmışdır. O gücü çox yerdə kristalli sular səthə çıxıb. Doğrudur 3. Nəticədə ətrafında adadır, yarımadadır, bunlar çox azdır. Səhərlər geniş sahildir, doğrudur. Afrikada səhərlər çox geniş yer tutur. Ən quru materikdir, ən quru materik Avstraliyadır. Afrika deyil. Düzgün cavab oldu 1, 3, 4. Xəritə sistemində
A məntəqəsinin yerləşdiyi ərazi üçün səciyyəvi olan əlamətləri müəyyən edin. A məntəqəsi yerləşir Böyük Britaniyanın cənubunda, Fransanın şimalında. Aqronom ehtiyatlarla zəif təmin olunub. Mülayim dənizin müstəvidə aqronom ehtiyatları kifayətlər yaxşı təmin olunub. Bir səhvdir. Səpələnən radiasiya payı üstündür. Mülayim dəniz iqlimi səpələnən radiasiya üstün olmalıdır. Doğrudur. 2. Mülayim dəniz iqlimində yerləşir. 3 doğrudur. Buranın iqlimi mülayim dəniz iqlimidir. Böyük Britaniya, Danimarka, Niderland, burada mülayim dəniz iqlimidir. 4. Rütubətlənmə